Salam, hər vaxtınız xeyir olsun. Bugün sizə 1-ci sinif Azərbaycan dili fənnindən tapşırıqların izahını verəcəyim. İzaha keçməzdən əvvəl kanala abunə olun və izahı bəyənin ki, belə izahların ardı gəlsin və artıq bu kanalımız sizin hər zaman qarşınıza çıxsın. Deməli, baxırıq 1-ci, 4-cü tapşırığın A-sını ilə başlayırıq. Deyir ki, şeiri oxuyun, atanın oğluna verdiyi məsləhətləri yadda saxlayın. Gəlin şeiri oxuyaq. Məktəbə get, dərs oxu. Şeirin adı belədir. Ağıllı oğlum oyan, qiymətlidir hər zaman. Tez ol, dur, məktəbə get məktəbə. Sarıl elmə, ədəbə. Səhər ziyandır yuxu. Məktəbə get, dərs oxu. Al şəfəqli günəş var, pəncərədən parıldar. Qalx ki, hamı oyaqmış, dünya nura boyanmış. Səhər ziyandır yuxu, məktəbə get, dərs oxu. Deməli, biz bunun məzmununda gördük ki, ata oğlunu məktəbə getmək üçün həvəsləndirir, məktəbə getməsini istər. Oxuduqdan sonra gəlin burada B-nin tapşırıqlara baxaq, B-dəki tapşırıqlara. Deyir ki, məsləhətləri oxuyun. Hansı məsləhətlər şeirdə yoxdur? Gəlin baxaq. Yaxınlaşdıraq. Aha. Deməli, bir də deyir ki, yoldaşlarınla mehriban ol. Biz qayıdıb şeirə baxırıq. Biz şeirdə yoldaşlarınla mehriban ol məzmununa aid bir fikir görmürük. Ona görə də bu variantı çıxırıq. Dərs oxu. Bəli, biz içini götürəcəyik. Çünki biz bax, hər yerdə elə demək olar ki, şeirin hər hissəsində məktəbə get, oxu, dərs oxu sözlərini görürük. Ona görə ikinci variantı götürəcəyik. Məktəbə get. Bəli, bu da dediyim kimi biz burada məktəbə get, dərs oxu, bu fikirləri burada yox. Bu fikirləri burada var, məsələn, burada var. Bu fikirləri hər birində gördük. Ona görə 3-ü də götürəcəyik. Deməli, 2 ilə 3-ü götürdük. Aha, səliqəli yaz. Baxın, biz burada səliqəli yaz deyə bir fikir görmürük. Ona görə 4-cü variantı da götürməyəcəyik. Səhər tezdən oyan. Aha, bəli, biz burada 5-ci fikirdə görürük. Bax, deyir ki, səhər ziyandır yuxu. Biz burada görürük ki, atası onun səhər oyanaraq məktəbə getməsini istər. Deməli, doğru cavablarımız 2, 3 və 5 olacaq. Digər C-dəki suallara baxaq. Deyir ki, verilmiş sözləri cümlədə işlədin. Gümrah, ziyan, nahar, nur, qiymətli və dərnək sözlərini. Gəlin işlədək. Gümrah sözün cümlədə belə işlədə bilərik ki, məsələn, Əli səhərlər tez durduğuna görə və bol-bol idman elədiyinə görə özünü hər gün gümrah hiss edir. Sonra ziyan sözünü gəlin baxaq. Deyək ki, belə olsun ki, cümləmiz Əli bugün dərslərini oxumadığı üçün onun digər əziyyətləri də ziyan oldu, yəni boşa getdi mənasında. Nahar sözünü gəlin işlədək. Əli nahar etmədən cəld bir şəkildə idmana getdi. Nur sözünü işlədək cümlədə məsələn. Günəş çıxdı, aləm nura qərq oldu. Sonra qiymətli sözü. Məsələn, baxaq qiymətli sözünə. Məsələn, Əli üçün dərs oxumaq, idman etmək, sağlam qidalanmaq ən qiymətli şeylərdəndir. Dərnək sözünə də belə bir cümlə qura bilərik ki, uşaqlar onlar üçün hazırlanmış rəsm dərnəyinə qoşuldular. Belə cümlələr qura bilərik. Hər kəs istədiyi kimi cümlələr qura bilər bu sözlərə uyğun. Gəlin burada bir hissə var ki, söz boğçası. Bu hissədəki sözlərin mənasına gəlin baxaq. Burada ədəb sözü, bax elə biz burada bu ədəb sözünü bu hissədə görürük ki, atası oğluna deyir ki, sarıl elmə, ədəbə, yəni mərifətə, elmə, ədəbə bu mənada işlənmişdir. Al sözünə baxırıq. Burada al sözünü harda gördük? Baxın, al şəfəqli günəş var. Al sözünün mənası biz bilirik ki, qırmızı deməkdir. Yəni, şəfəq sözü də günəşin şüaları, yəni dünyaya əsaslığı şüaları deməkdir. Al şəfəqli günəş sözünün də elə mənası belə çıxır ki, yəni günəş çıxanda biz görürük ki, günəş sarıdır və onun şəfəqləri sanki qırmızı rəngdə düşür də. O mənada, yəni al şəfəqli günəş var. Nur sözü də elə dediyim kimi deyir ki, günəş çıxdı, aləm nura qərq oldu. Nur yəni aydınlıq deməkdir mənası. Yəni günəş çıxdı, hər yer aydınlandı. Belə bir mənada işlənmişdir. Aha, keçək növbəti səhvəyə. C variantında olan suallara baxaq. C-də deyir ki, uyğun gələn sözləri əlavə edərək cümlələri köçürün. Gəlin baxaq. Birincidə deyir ki, ayan səhər ya nahar sözünü qoymalıyıq, ya idman sözünü qoymalıyıq. Edir. Gəlin baxaq. Bilirik ki, naharı səhər eləmirlər.
naharı günorta eləyirlər. Ona görə nahar sözü yox, bura idman sözü olacaq. Ayan hər səhər idman edir. Əli dərsdən sonra dərnəyə gedir. Bax, çünki dərs elə məktəblə dərsin mənası eyni olduğuna görə biz bunu götürməyəcəyik. Əli vaxtında yatanda, bax, bayaq da dedim, vaxtında yatsa özün gümrah hiss edər, yorğun yox. Ona görə də bura gümrah sözü, burada dərnək sözü, burada isə idman sözləri yazılsa doğru olacaq. Gəlin indi isə növbəti axırıncı sualımıza baxaq ki, D-də deyir ki, cümlələrə uyğun olaraq şəkilləri düzgün sıralayın. Gəlin baxaq. Yuxudan oyanıram. Gəlin bu şəkillərə baxaq. Görək bu harda yuxudan oyandığını görəcəyik. Baxın, Ə variantında biz görürük ki, yuxudan oyandı. Yuyunur. Harda yuyunur? A-da görəcəyik ki, yuyundu. Burada 2 gedəcək. Səhər yeməyini yeyirəm. Gəlin baxaq. Səhər yeməyini harda yeyir? Baxaq. D-də yeyəcək. Daha sonra məktəbə gedirəm. C-də olacaq. Məktəbdən qayıdıram. C-də olacaq. Əllərimi yuyub nahar edirəm. Gəlin baxaq, harda əllərini yuyub nahar edir? Deməli, D-də olacaq. Səhər yeməyim B-dəymiş. Bax, B-də süd içirmiş. Onu səhər eləyirlər. Ona görə 3-ə B gedəcək. Daha sonra vaxtında yatıram. Bu da təbii ki, F variantına uyğun olacaq. Deməli, bizim hal-hazırda ödənişsiz yaddaş kitabçalarımız var. Əgər əldə eləmək istəyirsinizsə 055 280 59 24 nömrəsinə yazaraqdan əldə edə bilərsiniz. Və sonda isə bunu da nəzərinizə çatdırım ki, kanala abunə olmağı unutmayın ki, belə izahlardan xəbərdar olasınız. Dərslərimizə qoşulmaq üçün isə 055 280 59 24 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun.